Salam, əziz və dəyərli izləyicilərimiz. Bu günləri 30 may 2025-ci il tarixdə çağdaş ədəbiyyatımızın nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Reyhan xanım Kənanın yaradıcılığına yığışmışıq. Reyhan xanım Kənan Cəlilabad rayonunun Cəngən kəndində anadan olmuşdu. Ali təhsillidir, 4 kitab müəllifidir. Bugünkü tədbirimizdə iştirak edənləri sizlərə təqdim edirik. İxtisasca musiqi olan Azərbaycan Yazıçılar Birliyinin üzvü 5 kitab müəllifi, dövrü mətbuatda mükəmməl şeirləri ilə, mütəmadi şeirlərlə çap olunan Sevinç xanım Kərimova. Azərbaycan Yazıçılar Birliyinin üzvü 2022-ci ildən Vətənpərvər Şair mükafatının layiq görülmüş 6 kitab müəllifi Sevil xanım Gülnur. Azərbaycan Yazıçılar Birliyinin üzvü 3 kitab müəllifi Rüya xanım Abbaszadə. Dövrü mətbuatda müxtəlif qəzet və jurnallarda baş redaktor, şöbə müdür vəzifəsində çalışmış, hal-hazırda Əsrin Ziyalıları qəzetinin də redaktor kimi fəaliyyət göstərən Kəmalə xanım Rəhimli. Azərbaycan Yazıçılar Birliyinin üzvü Yur jurnalının xüsusi müxbiri, yazısı, publisist, Vətən müharibəsi şəhidlərinin həyat və döyüş yollarından bəhs edən Sonsuza dək yaşayanlar kitabının müəllifi Natəvan xanım Məlikova. Təbriz sənətkarları kitabının müəllifi Aygün xanım Yavərqızı. Azərbaycan ədəbiyyatının, çağdaş ədəbiyyatımızın nümayəndəsi, Sarı Aşıq Ədəbi Məclisinin üzvü, Cənubi Ədəbi WhatsApp Məclisinin idarəçisi, İtirişlərim kitabının müəllifi İzran xanım Əhmədli. Görəsən Dünyanın Anası Kimdir kitabının müəllifi Gülcahan xanım Əskərova. 4 kitab müəllifi Qızıl Qələm Media mükafatı laureatı Gülşən xanım Şahmuradlı. Və çağdaş ədəbiyyatımızda filoloq, ədəbi tənqidçi kimi tanınan 3 kitab müəllifi Sevil xanım İsayeva. Hər birinizi salamlayıram, mən də sizə xoş gəlmisiniz deyirəm. Əlbəttə ki, bugünkü tədbirimizdə bizim deməli ədəbiyyatımızın, çağdaş ədəbiyyatımızın nümayəndəsi olan Reyhan xanımın yaradıcılığı işinə yığışmışıq və biz Azərbaycan nəşriyyatında, ITV1 kanalında həqiqətlə üzə verilişin aparıcısı mən Elbəy Salmanovun təqdimatında verilişimizə başlayırıq. Təbii ki, ilk öncə deməli sözü Reyhan xanıma veririk və ənənəvi sualla Reyhan xanıma müraciət edirik. İlk şeirin Reyhan xanım necə olub və nəyə həsr olunub, mövzusu necə olub? Xahiş edirəm izləyicilərimizə bu barədə fikirlərinizi deyəsiniz. Çox sağ olun Elbəy müəllim, təşəkkür edirəm. Həm bu veriliş üçün hər birinizə təşəkkürəm. İştirak edənlər də, gələnlər də xoş gəliblər. Təşəkkür edirəm hər birinizə. İlk şeirim, mən ilk şeirimi bəlkə də uşaq vaxtından yazmışam. Yəni şeirlərimi kiçik yaşlarında onunla yazmışam. Amma onların heç birini yazmamışam da, qələmə almamışam, ya saxlamamışam. Amma yadıma gələn şeirim və saxladığım və mətbuatda çap olunan şeirim anama həsr elədiyim şeir. Anam şeiridir, şeirin adı. O da 525-ci qəzetdə çap olunmuşdu 1997-ci ildə. Uğurlar arzu edirik sənə, təbii ki. İndi isə Reyhan xanımın yaradıcılığı ilə bağlı danışmaq üçün sözü Reyhan xanımın yaradıcılığına bələd olan Sevinç xanıma və Sevil Gülnur xanıma söz verəcək. Mənim Reyhanla tanışdığım təxminən 20 ildən çoxdur. Biz ədəbi məclislərin birində görüşmüşük. O da ilk dəfə gəlirdi ədəbi məclisə, mən də. O gündən sonra bizə cütbacı deyirdilər. Həmçə bütün məclislərdə, ədəbi məclislərdə bir olmuşuq. Sözün sorağında ədəbi məclisində ilk dəfə görüşmüşdük. Ondan sonra biz Pərvanə ədəbi məclisinə getdik.
və müxtəlif şeirlər deyirdik. Məsələn, bir-birimizin tənqid edirdik şeirləri. Reyhanın qəşəng bir şeiri var idi, bilmirəm, süpürgə, məsələn, bir şeiri vardı. O şeiri, mənim adım çəkmirəm, o şeiri çox sevirdim. Bir də mən Reyhanın kitabları haqqında bir şeir yazmışam. Hardasa əsməmiş bir külək yatır. Bu Reyhanın kitabının adıdır. Hardasa əsməmiş bir külək yatır. Hardasa dənizdə lal həsrət batır. Səmalar dünyanın uçan yeridir. Şeir söz çiçəyin açan yeridir. Dilin ucundadır ateşi közü. Bişirib çıxarar şair hər sözü. Anlarını anlarda əks etdirər. Kədərini gözündə rəqs etdirər. Hər şeyi sözünün məbədi deyil. Hər ürək məhəbbət məbədi deyil. Analar önündə siz də diz çökün. Çətindir daşımaq vallah duz yükün. Açılar üzünə 40-cı qapı. Qırılar fələyin sehirli sapı. Bir dünya görməyi arzulayan mən, bir dünya səsinə qəribsəyən sən. Arzum budur çətinlikdə sınanma, inanmırsan yuxulara, inanma. Nə uzaqda xarı bülbül ağlasın, nə yaxında tam dənizi çağlasın. Sehirli yuxular tərsə yozulmaz, taleyi yazdığı yazı pozulmaz. İnsan gəlir ölümlə üz-üzə, hələ vardır bu dünyada möcüzə. Pəncərədən baxan ayaq qapı aç, xəyalının səmasında qanad aç. Arzumdur söz atın səddörtmələr çap, axtar bu dünyada yaxşıları tap. Ağrımayan ürək verək biz ona, nağıl kitabı da yetişdi sona. Mənim də nağılım burada bitdi, hələlik ay Reyhan, sağ ol, mən getdim. Liman. Yenə də limandayam, gəmilər düzüm, qarşılayan da özüm, yola salan da özüm. Bir sarı yaylığım var, yerlənir səhər axşam, gedən gəmilər üçün, gələn gəmilər üçün. Burada qağaylar da səsli küylüdür biraz, burada gözlər qayğılı, göylər biraz duyğulu. Bu duman bir dumandır bu liman, qəlbimə nəsə damıb. Bu nə gümandır, liman. Mən Reyhan xanıma uğurlar arzulayıram. Sağ olun. Təşəkkür ederim. Buyurun Sevil xanım, siz də sözü deyin. Reyhan xanımın yaradıcılığına bağlı. Hər kəs salamlayıram. Reyhan xanımı təbrik edirəm. Bu görüş üçün Elbey müəllimsə təşəkkür edirəm. Reyhan xanımla biz bir tədbirdə tanış olduq. Sonra yaradıcılığını vərəqlədim. Bu xanımın yaradıcılığı çox şaxəlidir. Hər mövzuda şeirlər yazır, vətən, uşaqlara aid, hətta hekayələr də yazır. Bu yolda Reyhan xanıma yaradıcılıq uğurları arzulayıram. Və bir şeirini oxumaq istəyərdim, çox xoşum gəldi bu şeirdən. Təbiət vurğunu olan xanım yarpağa aid bir şeir yazıb. Bu şeir məni çox cəlb elədi. Bu yarpağın bahar adlı əvvəli, bu yarpağın payız adlı sonu var. Yaşıl-yaşıl rəngləri də dəyişdi. İndi onun qızıl rəngli donu var. Ağacların dilini də bilmədən yarpaq dili öyrənməyə gəlmişəm. Soruşardım həsrəti nə, dərdi nə, yarpaq dili öyrənərsəm əgər mən. O da gərək insan dili öyrənə. O yarpağın danışmağa sözü çox. Gərək məndə dinləməyə vaxt ola. O əyləşib ağac adlı taxtında, kaş məndə də yarpaq qədər bəxt ola. Susa-susa hər dərdini anladım, ağaca da, yarpağa da bələdəm. Yarpaq mənim əllərimdən tutmuşdu, mənsə onu əllərimə almadım. Qoymadım ki, budağından qoparım, yağış yusun, günəş onu oxşasın. Onsuz da ki, ömrü yaman qısadır, heç olmasa qışa qədər yaşasın. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm, çox sağ olun. Cəlilabadımızın daha bir yazar xanımı ilə tanış olmaq mənə də çox xoş oldu. Təşəkkür. Çox sağ olun. Dəyərli izləyicilər, demək olar ki, bugünkü verişimizdə biz əsasən Cəlilabaddan olan yazar qadınların iştirak edir, yəni tədbirimizdə əsasən onlar iştirak edir. Və bizim layihəmiz də var, artıq bilirsiniz, bu layihəmizlə bağlı sonuncu verişimizdir. Bundan əvvəl də 2 verişimiz olub. Və bu günləri deməli bizim həm də ki bu layihə haqqında fikirlərimizi bölüşəcək.
Və bizim belə bir kitabımız da hazırlanır. Artıq demək olar ki, hazırdır. Cəllabadın yazar qadınları antologiyası kitabı da hazırlanır. Və 23 nəfər həmən kitabda Cəllabaddan olan, əslən Cəllabaddan olan yazar xanımların yaradıcılığı vardır. Bu işdə bizə mənəvi dəstək göstərdiyinizə görə hər birinizə minnətdarlığımızı bildiririk və sizin hər birinizə mən yaradıcılıqlar arzu edirəm. Və inanın ki, hər birinizin yerinizə mən çox sevinirəm ki, bizim belə bir işimiz, belə bir layihəmiz oldu və uğurla layihəmiz başa çatdı. Hər birinizə də yaradıcılıqlar arzu edirəm. Reyhan xanım, ümumiyyətlə əsər yazanda biz belə görürük ki, yəni hər bir əsərin adı nəsə oxucuya əsəri oxumamışdan onun haqqında müəyyən məlumat almağa imkan verir. Mən sizin yaradıcılığınızla da oxudum, tanış oldum, bələdçiliyim var. Sizin bir əsəriniz var, Küskün ev. Bəli. Həmən əsəri mən bir nəfər sizin yaradıcılığınızı bilən bir adamla müzakirə elədik. O mənə hər şeyi açıq danışdı. Mən çox kövrəldim, həddindən çox kövrəldim. Bu sualı sizə vermək istəmirdim. Dedim, ola bilər Reyhan xanım kövrələr. Amma o hekayə yazının tarixçəsini o adam mənə danışdı. Dedi ki, bəs belə-belə, yəni hadisələr belə olub. İndi xahiş eləyəm, əgər mümkündürsə, izləyicilərimiz o əsərin, yəni yazılma səbəbin haqqında fikirlərinizi deyəsiniz. Buyurun. Əsərin yazılma səbəbi, təbii ki, bilirik ki, hər bir kəsin öz nə vaxtsa yaşadığı, uşaqlığın, bütün dövrlərin keçdiyi, uşaqlığın, gəncliyin keçdiyi ata evi var, ata ocağı var. Və hansısa səbəblərdən o ev ya satılır, ya sökülür, ya o ev nəysə o evdən uzaqlaşır. Sonra o evin niskeyli qalır ürəkdə, xatirəsi qalır ürəkdə. Sən yaşayırsan, amma o evi unuda bilmirsən. Təbii ki, qız uşaqları adətən gəlin köçürlər də. Amma gəlin köçsələr də ürəkləri yenə ata ocağında qalır, o evdə qalır. Mənim ata ocağımın da taleyi çox qəribədir. Çünki mən ilk dəfə o evdə bütün ömrümün ən xoş çağlarını yaşadım, ən gözəl illərini yaşadım. Orada mən atamı itirdim o evdə. Atamın öz əli ilə tikdiyi bir evdir. 2 dəfə o ev yanğına məruz qaldı. Axırıncı yanğında da atam özü həmən evdə yanmadı, amma başqa bir, atam özü də yanğından həlak oldu. İş üstündə yanğın zamanı həlak oldu. 2 dəfə evimiz yandı, 3-cü dəfə də atam özü yandı. Bəli, sonra o evdə nəysə biz gəlinimizi itirdik. Nə bilim, talih elə gətirdi ki, o evdə anam yaşaya bilmədi. O dedi ki, bu ev mənə xoşbəxtlik gətirmədi. Ona görə o evin nə bilim, bəxti biraz başqa cür oldu. Və mən də o həmən hadisələrə görə o şeiri yazmışam və istəyirəm ki, o şeiri oxuyum. Buyur, buyur. İcazənizlə. Söyləyin, o evi niyə söktünüz? O evdə həsrətin od, közü vardı. O kiçik, balaca, kürsülü evin, məndən üzü dönən küsülü evin mənə söyləməyə çox sözü vardı. Söktünüz damını, divarlarını, söktünüz bəzəkli otaqlarını, söktünüz, töktünüz suvaqlarını. Qopmuşdu o evə anamın səsi, atamın əlinin o nişanəsi. Hardasın, hardasın ay ev yiyəsi. Boylanıb o evin pəncərəsindən uşaqlıq dünyama baxardım barı. Orada bir ana var, 5 balasıyla, hələ də boylanır yollara sarı. Siz görə bilməzdiniz axı o evin kədərli baxışlarını, siz görə bilməzdiniz divarlardakı anamın əlinin naxışlarını. Yenə qəmlə dolu, sevinclə dolu, alıb ürəyimin dərinliyindən xəyal dəftərini niyə söktünüz? Niyə töktünüz? Sizə nə eləmişdi o ev yiyəsi? Söyləyin, o evi niyə söktünüz? Söyləyin, o evi niyə söktünüz? Buyurun. Çox sağ olun Reyhan xanım, çox sağ olun. Böyük bir əsərdir, böyük bir əsərdir. Ümumiyyətlə, Reyhan xanımın yaradıcılığını mən yenə deyirəm, oxudum, mütaliə elədim, bələd oldum. Böyük fikirlər sahibdir, böyük fikirlər var, böyük ideyalar var, zəngin yaradıcılığı var və buna görə də mən yenə deyirəm, mən həmişə demişəm, hər birinizlə telefonla danışanda da hər birinizin öz yaradıcılığı dəstxəttiniz var. Amma Reyhan xanımın da öz yaradıcılığı dəstxətti var və böyük əsərlərin sahibidir. Biz ona yaradıcılığında uğurlar arzu edirik və inşallah hesab edirik ki,
gələcəkdə yaradıcılığı daha böyük olacaqdır. İndi isə Reyhan xanımın yaradıcılığı ilə bağlı danışmaq üçün sözü Azərbaycan Yazıçılar Birliyinin üzvü 3 kitab müəllifi, çağdaş ədəbiyyatımızda Rüya xanım imzası ilə tanınmış Rüya xanım Abbasova söz veririk və dövrü mətbuatda mütəmadi qəzet və jurnallarda çıxış edən Əsrin Ziyalıları jurnalının redaktoru Kəmalə xanıma söz veririk. Çox sağ olun Elbəy müəllim, təşəkkürümü bildirirəm. Bir düzəliş etmək istəyərdim ki, mən əvvəllər Əsrin Ziyalıları qəzeti çıxan vaxtlar o qəzetin redaktoru idim. İndi eyni adda Əsrin Ziyalıları jurnalı dərc olunur, həmin jurnalın redaktoruyam. Mən Reyhan xanımı yenicə tanımışam və bundan da çox qürur hissi keçirirəm. Reyhan xanımın bir neçə şeirini oxudum, hamısı ilə tanış ola bilməmişəm, inşallah indən belə oxuyacağım. Deməli, hər kəs, demək olar Azərbaycan xalqı elə bir xalqdır ki, şeirə, poeziya, musiqiyə həvəskar bir xalqdır. Bir 60-70% oxuyanımız, şeir yazanlarımız var, ancaq mən hər kəsə şair demərəm. Yəni, söz xatirinə, sözləri bir-birinin ardınca düzür, şeir deyirlər ona, ancaq onlar söz yığınlığıdır. Mən hamıya şamil etmirəm, amma Reyhan xanımın şeirləri həqiqətən mənim çox xoşuma gəldi. Bilirsiniz, orada gözəl bənzətmələr, epitetlər, bədii ifadə vasitələri çox gözəl verilir şeirlərində. Elə bir insan ruhunun rəsmini çəkir Reyhan xanım. Mən sizin şeirlərinizi bir daha deyim, çox sevirəm, sevdim Reyhan xanım. İlhamınız bol olsun, uğurlarınız bol olsun, bəxtiniz həmişə üzünüzə gülsün. Və bu fikrimdən çıxış edərək sizin bir bəxt şeiri var, onu səsləndirmək istəyərdim. Dünya sıxdı məni, istədiyi tək. Bütün ağrıları yaşadım, duydum. Bir sevinç hissini yaşamaq üçün özümü hamının yerinə qoydum. Hamı sevinəndə sevindim deyə, hamı sevinəndə sevinim deyə, özümü ikiyə, üçə də böldüm. Yaşadım arzular yaşasın deyə, arzular böyüdü, mənsə bölündüm. Dünyadan zərbələr aldığım üçün biraz qorxaq oldum, döyüş də oldum. Bölünə kiçilmədim ki, böyüyüb arzumdan böyük də oldum. Dedim uğur gələr tapar nə vaxtsa, qapıdan, bacadan baxdım, gəlmədi. Köçüb uzaqlara getdim elimdən, mən getdim, dalınca bəxtim gəlmədi. Ömür bir kitabdır vərəqləyəndə, görəsən hər anın bircə sətirdir. Hardasa bir bəxtsiz gülümsəyəndə, deyin ki, Reyhanın bəxti gətirdi. Təbrik edirik, təbrik edirik, gözəl. Çox sağ olun, təşəkkür edirəm. Təbrik edirik. Rüya xanım, buyur, sözü de. Öyrənəmişsə, əvvəla layihəni siz yaratdığınız üçün. Düzdür, biz bir-birimizi tanıyırıq, burada əyləşən xanımlar tanıyırıq, amma daha bizi yaxınlaşdırdı layihə bizi. Hər bir qələm dostlarımın hər birini salamlayıram. Qəlbə bu şeydir ki, Reyhan xanımla biz eyni rayondan olsa da, Reyhan xanım keçən dəfə qeyd elədi. Mən Reyhan xanımı Facebookda kəşf eləmişəm. Onun şeirləri həqiqətən fəlsəfidir. Heç bir şeirə bənzəmir. Yəni Reyhan Kənanın öz yolu var, öz ədəbi yolu var. Bunu hamı təsdiqləyə bilər. Reyhan xanımın özünün, yəni öz şeir deməyə daha bir başqa bir aləmdir. Onun səs tembri, elə bir adam elə bir ki, radioda dinləyirsən. Hərdən deyirəm ki, Reyhan Taşı radioda tez-tez şeirlər səsləndir. Amma o paylaşır Facebookda, həqiqətən sevə-sevə dinləyirəm. Bəlkə də onun bir şeirin 5 dəfə oturub dinləyirəm mən. Özümə də deyirəm ki, sənin gözəl çox səs tembrin var. Şeirləri də ki, yəni boş yerə şeir yazmır Reyhan. Reyhan heç vaxt qələmini xərcləmir. Mənə o kitabları açın, vərəqləyin, bütün şeirləri bir-birindən gözəldir Reyhanın. Hamısının fəlsəfi fikirləri var. Yəni hərə öz sevdiyi baxın şeirləri söyləyir, hərənin öz ruhuna yaxın şeirləri. İnsan duyğularını toxunur, bəşəridir. Bəli, o özü içindəkiləri o boşaldır o vərəqə, amma bəşəridir. Hər birimizin ürəyincə olur şeirlər.
Reyhan Cənanın bir yuxulara inanma şeirindən sevmişəm onun şeirlərini. İstəyirəm ona yazdığım nəzirəni mən söyləyim. İstəyirəm ki, Reyhan o şeiri özü deyilsə, amma tapa bilmədim o kitabdan. O şeiri mən, yəni o deyilsə mən də o şeiri söyləyim. Orada yoxdur, yəni o bəlkə də o bir kitabda. Bəlkə bu bir kitabda, bundandır bəlkə. Yox, onda da yorulmadı. Yəqin ki, o qırmızı üzlü kitabdadır o şeir. Hə. Reyhan Cənanın yuxulara inanma şeirinə. İnanarsan, ümidlərin yıxılar. Daha bəsdir, yuxulara inanma. Xəyaldan da çox şirindir yuxular. Daha bəsdir, yuxulara inanma. Hər lalənin yanağında xal olur, erkən duran yuxusundan kal olur. Yuxu ilə yuxularda bal olur. Daha bəsdir, yuxulara inanma. Qəlbə dəyən yalanların oxudur, sevən insan qəm qüssənin toxudur, həyat özü əzəl başdan yuxudur. Daha bəsdir, yuxulara inanma. Dostum, qovsan ürəkdəki qorxunu, sürəcəksən hələ ömrün çoxunu. Bir-birinə qarışdırma yuxunu. Daha bəsdir, yuxulara inanma. Təşəkkür edirəm. Reyhanın timsalında mən burada əyləşən bütün qələm dostlarına uğurlar arzulayıram. Hər birinizin uğurları bol olsun. Biz də bir dost kimi baxaq, sevinək, fərəh duyaq. Yenə deyirəm, bu layihə bizi həqiqətən çox birləşdirdi. Bizim yəni sandıq ədəbiyyatı keçirdən xanımlarımız üzə çıxdı. Mən sizə təşəkkür edirəm İlbək müəllim bu layihəni. Çox sağ olun, var olun. Mən ona görə sevinirəm ki, nə isə deməli, bizim sizin dəstəyinizlə təbii ki, sizin dəstəyinizlə işimiz var. Öz millətimizə, xalqımıza, elimizə, obamıza xidmət eləmişik. Az da olsa xidmətimiz olursa, bu böyük işdir, böyük xoşbəxtlikdir. Siz vurğuladınız ki, deməli, Reyhan xanımın yaradıcılığı həqiqətən zəngindir, lakonikdir. Yəni, böyük mənalar var o şeirdə. Mən bayaqları bir Küçkin ev şeirini dedim. Yəni, o şeiri mən bir nəfər ədəbiyyatı bilən adamla, tənqidçi olan, tənqidi bilən adamla müzakirə elədik. O da bəyəndi və inanmadı, açıq deyim. Dedi ki, bunun müəllifi kimdir? Dedim, bəs belə bir xanımdır, bizim yeri xanımdır, layihənin iştirakçıdır. O inanmadı ki, belə bir savadlı, güclü bir şeirin müəllifi, yəni belə ola. Həqiqətən böyük. Çünki onu Reyhan xanım yazdıqları əsər, mən oxuduğum əsərlərindən görürəm, hamısını onun yaşayıb yazır. İnsan o yaşayıb, şair də, yazıcı da o həyatı yaşayanda, onun şeiri də, əsər də deməli, oxucu auditoriyası qazanır. Yəni, oxucular inanır da onun şeirinə inanırlar. Aydındır. Şeirin səmimiyyətinə inanır. Bəli. Çünki hər bir kəsin həyatında Çünki o insan ruhuna təsir eləyir. Onlara tanış gəlir, onlara xatırladır. O hisslər mənə də yaxındır. Bir də sizin bir yarpaq şeirinizi oxudu xanım. Mənim də elə bir şeirim var. Hisslərimiz oxşardı, onu demək istədim. Ona görə də onun yaradıcılığı, yəni hər birinizə yenə deyirəm, hər birinizin yaradıcılığı zəngindən. Bax, bugün bizim söhbətimiz Reyhan xanımın yaradıcılığından gedir. Ona görə indi hamımız onun yaradıcılığından müəyyən qədər bələdik və mən öz düşüncəmlə Reyhan xanım yazdıqlarının hamısını yaşayır. Ona görə o cürdə yazanda təbii ki, oxucu auditoriyası yaratmaq. Vurğulayım ki, Reyhan Cənan bizim yəni əyalət çərçivəsindən, mərkəz çərçivəsindən çıxan belə biləm ki, birinci xanımımızdır ya ilk yəni ki, o çərçivədə bəli, yəni o uğurlar qazanıb. Yəni deyirəm, onun adını mən çoxdan eşitmişdim, amma Facebookda mən həqiqətən tanış oldum. Fəxr edim ki, yəni həqiqətən belə bizim xanımımız. Əlbəttə ki, hər birimizin fəxrimizdir. Çox sağ olun. Nə olar istəsəz unudun məni, dünyadan, insandan, bir də özümdən. Yaman incimişəm, ovudun məni, adımı adların içindən silin. Elə unudun ki, salmayın yada, güya arzuların dadına baxdım. Tükəndi bir ömür, hey dada, bilirəm unutmaq adətinizdir. Ən ülvi hissləri siz dəmə verin, harda unudulan sevgilər varsa, mən yə duraram, siz mənə verin. İndi unudulmaq təhlükəsindən, qurtara bilməzsiz geçsəz də marsa, ham unudacaq biri-birini, canında unutmaq virüsü varsa. Bu şeirin müəllifi, məni açıq deyir, məni o kövrəldir. Mən yəni Reyhan xanıma zəng elədim telefondan, Reyhan xanım bu şeiri göndər mənə. Yenə deyəm, bütün şeirləri gözəldir, bütün şeirləri zəngindir. Bunu əzbər öyrənəcəm. Bir də əzbər də bilirəm, sadəcə indi oxudum mən. Məsələn, çox oxucuya təsir bağışlayır, böyük təsir bağışlayır, insanı düşündürür. Ona görə mən yenə deyirəm, hər birinizə
Hər birinizin yaradıcılığına fəxr edirəm. Və Allahım mən hesab edirəm, Allahım mənə elə bir gözəl iş qismət elədi ki, belə bir layihə hazırladım. Mən özümü müəyyən qədər, o bizdə Cəlilabadda maşallah var, qazidir. Allah canını sağ eləsin, hörmətli insandır, hamımızdan hörmət edilir. O bir dəfə zarafatla bizə dedi, bizim Cəlilabadda bir xırda tədbirimiz keçdi. Dedi, sən bu işlə böyük bəzi günahları yudun, böyük günahları da indi zarafata dedi, təbii ki o. Yəni o da bəyəndi. İnşallah Cəlilabadda təqdimatımız olacaq, kitab təqdimatında o da iştirak eləyəcək və bir neçə adam iştirak eləyəcək. Yəni deməkdən məqsədimiz odur. Bayaqları vurğuladınız siz də. Əlbəttə ki, bu tədbirlərin ən yaxşı deməli işi odur ki, bir-birinizi tanıyırsınız, bir-birinizi görürsünüz. Və indi bizim içərimizdə, yəni yaradıcı xanımların içərisində bizim yəni ədəbiyyatşünaslığı bilən Sevil xanım da var, İsayeva. Elə onun da təbii ki, hesab edirəm ki, inşallah hər birinizin yaradıcılığına mənəvi dəstəyi olacaq. Çünki ədəbiyyatı bilir, yəni ədəbiyyatşünas kimi fəaliyyət göstərir, ixtisasca da filoloqdur. Dəyərli izləyicilərimiz, bugünkü verilişimizdə diplom təqdimatımız da var. Buyur Kəmalə xanım, fikirlərini bildirəcək. Biz 2 nəfər ziyalımızı Əsrin Ziyalılar Təşkilatı tərəfindən diplomlarla təltif etmişik. Milli mətbuatımızla, birliyimizlə sıx təmasda olan, haqqında mətbuat səhifələrində materiallar dərc edilən, uzun illər vətəndən kənarda, insanların asayişi keşiyində şərəflə dayanan, vətənpərvər polkovnik Nübar Rüstəmov fəaliyyətindəki uğurlarına görə Əsrin Ziyalılar Təşkilatı tərəfindən Əsrin Ziyalısı ən yaxşı dövlət qulluqçusu fəxri diplomu ilə təltif olunur. Milli mətbuatımızla, birliyimizlə sıx təmasda olan, haqqında mətbuat səhifələrində materiallar dərc edilən, Şəki şəhər 7 saylı tam orta məktəbin riyaziyyat müəllimi Nəzakət Bağırova Əsrin Ziyalıları Təşkilatı tərəfindən fəaliyyətindəki uğurlarına görə Əsrin Ziyalısı ilin ən yaxşı müəllimi fəxri diplomu ilə təltif olunur. Hər ikisini təbrik edirik, uğurları bol olsun. Biz də təbrik edirik Kəmalə xanım, hər ikisini onlara can sağlığı, uğura razı edirik. Əziz izləyicilərimiz, verilişimizlə bağlı müsahibələrimiz var. Müsahibələrimizi sizə jurnalist Kəmalə xanım təqdim edəcək. Elbəy müəllim, 5 aydır ki, Cəlilabadın Yazar Qadınları adlı layihə üzərində işlədiniz. Bu gün də bu layihə başa çatdı artıq. Bu layihəni həyata keçirmək nədən qaynaqlandı? Bu haqda fikirlərinizi bildirərsiniz. Çox sağ olun Kəmalə xanım. Sözünüzü mən Cəlilabaddan olan yazar xanımların, qadınların bir neçəsinin yaradıcılığını oxudum. Və həmən yaradıcılığın zəngin olduğunu gördüm, duydum. Və belə bir qərara gəldim ki, Cəlilabadda anadan olan, Cəlilabadda boya başa çatan xanımların, ədəbi mühitdə olan xanımların yaradıcılığını bir yerə toplayım, bir kitab şəklinə, yəni antologiya kitabı şəklinə salam. Və onun üçün də belə bir layihəni hazırlanmasını öz üzərimə götürdüm. Artıq düz dediniz ki, 5 aydır biz bu ilin 2025-ci ilin yanvar ayından bu layihə üzərində çalışırıq və bugün bu layihə ilə bağlı bizim sonuncu verilişimiz oldu. Və hesab edirəm ki, layihəmiz deməli uğurla başa çatır. Bu layihədə 23 Cəlilabaddan olan yazar xanımların yaradıcılığı toplanıb və yenə deyirəm, Cəlilabaddan olan bu yazar xanımların hər birinin özünün oxucu auditoriyası var və bu işi görməklə mən hesab elədim ki, Cəlilabaddan olan yazar xanımların Cəlilabadda olan ədəbi mühitə öz töhfəmi hesab edirəm ki, müəyyən qədər vermiş oldum. Mən hər bir Cəlilabadda yazar xanımlara yeni yaradıcılıq uğurlar arzu edirəm və ümid edirəm ki, onların yaradıcılığı daha zəngin, daha geniş olacaq. Oxucu auditoriyaları daha böyük olacaqdır. İnşallah, inşallah. Elbəy müəllim, bəs hər işin öz çətinliyi olur. Bu işin də məsuliyyətli bir işdir. Öz çətinlikləri olub yəqin ki. Bu haqda nə demək istərdiniz? Sözün düzü əlbəttə ki, hər bir işdə müəyyən çətinliklər olur, müəyyən çatışmazlıqlar olur. Bizim işimizdə də müəyyən çatışmazlıq oldu. Amma mən bu günləri Cəlilabaddan olan yazar xanımların
23 nəfər yazar xanımların hər birinə öz minnətdarlığımı bildirirəm. Onlar mənə böyük mənəvi dəstək oldular. Stimul oldu. Yəni onlar mənə deməli bu yazıçılar və şairlər haqqında yaradıcıların toplanmasında böyük köməklik göstərdilər. Hesab edirəm ki, artıq biz müəyyən məqsədimizə çatdıq. O çətinlikləri biz geridə qoyduq və yenə deyirəm, mən bu günləri bu layihə ilə bağlı düşünürəm ki, biz müəyyən qədər istədiyimizə nail olmuşuq. Mən bir daha Cəlilabaddan olan yazar xanımlara yaradıcılıq uğurları arzu edirəm. Allah var eləsin, Allah onları qorusun. Çox sağ olun. Antologiyada şeirləri dərc olunan xanımlardan biri də sizsiz. Bu layihə haqqında nə deyə bilərdiniz? Fikirlərinizi bölüşərdiniz. Söylədiyiniz kimi bu layihə 5 aydır ki, Elbəy müəllim Salmanovun rəhbərliyi altında start götürüb. Həqiqətən də davamlı olaraq burada verilişlər təşkil olunub. Hər biri bir-birindən gözəl. Mən Cəlilabadda əlbəttə ki, yaşayıb yaradan bir yazar xanımam. Amma qeyd edim ki, Cəlilabadda bu qədər yəni sandıq ədəbiyyatı keçirdən xanımların olduğunu bilmirdim. Bu layihə onların üzə çıxmağına xidmət etdi, edir davamlı olaraq. Bir çox istedadlı xanım yazarlarımızı, xanım qadınlarımızı üzə çıxmasında bu layihənin böyük rolu oldu. Bir çox xanımlarımızı, istedadlı xanımlarımızı tanıdıq. Veriliş boyunca da burada əyləşmişlər, bir neçə xanımlarımız əyləşmişdi ki, hansı ki onlar heç yəni üzə çıxa bilməyiblər. Bu layihə deyərdim ki, bizi daha da birləşdirdi. Bir cənublu, Cəlilabadlı xanım qadınlar ola, yazar qadınlar bizi birləşdirdi bu layihə. Bu layihədə iştirak edən hər bir xanımları mən təbrik edirəm. Onlara yeni uğurlar arzulayıram. Bir daha təşəkkür edirəm Elbəy müəllim Salmanova ki, bu layihəni ərsəyə gətirib. O bizim qadın yazarlarımızın üzə çıxmasına, onların tanınmasına bilavasitə xidmət edir. Birliyiniz davamlı olsun. Sağ olun, təşəkkür edirəm. Kürşən xanım, sizin də fikirlərinizi bilmək maraqlı olardı. Buyurun. Bu layihənin ərsəyə çatmasında Elbəy müəllimə təşəkkür edirəm. Bu çox gözəl layihə oldu. Bir neçə yazar qadınlarımızla tanış olduq. İnşallah yeniləri ilə də yəqin ki, davam olacaq bu layihə, yeniləri ilə də tanış olarıq. Bütün yazar xanımlara və başda Elbəy müəllimə öz təşəkkürümü bildirirəm. Biz qadınların, biz yazar qadınların çoxdanki arzusu idi. Çox şükürlər olsun ki, o bu gün də həyata keçdi. Elbəy müəllimə uğurlar diləyirəm, yazar xanımlara uğurlar diləyirəm. Bu gözəl layihənin ərsəyə çatmasında iştirak edən bütün iştirakçılara yenə uğurlar diləyirəm. Çox sağ olun, var olasın. Sağ olun. Hicran xanım, layihə haqqında siz də fikirlərinizi bilmək istəyərdik. Bu layihədə müəyyən dərəcədə sizin də rolunuz olub. Bu haqda bölüşərdiniz bizim tamaşaçılarımızla fikirlərinizi. Çox sağ olun Kəmalə xanım. Bu mən düşünürəm ki, çox böyük bir layihədir. Nəinki rayonumuza böyük bir əhatəli surətdə dövlətimizə bir səs salacaq layihə olacağına çox inanıram. Belə də olacaq inşallah. Və tarixi bir işdir, təbii ki, tarixi bir işdir, bəyəniləsi bir işdir və buradan da görünür ki, bu layihədən də görünür ki, bizim Cəlilabad ziyalıları heç də deyildiyi kimi, heç də sanıldığı kimi laqeyd insanlar deyirlər. Ziyalılarımıza qarşı, yazarlarımıza qarşı, ədəbi mühitimizi tanıtdıran Cəlilabad xanımlarına qarşı və bu da bunların daxilən nəcibliklərinin, daxilən müdrikliklərinin göstəricisidir ki, məhz ilk olaraq addımı xanımlardan başlayaraq atdılar. Bu özü çox necə deyirəm, dəyərli bir işdir ki, ilk olaraq xanım yazarlardan başlamaq. Təbii ki, düşünürəm ki, arda olacaq gələcəkdə inşallah əks cins nümayəndələrdə, ədəbi mühitdə olan onlar da tanınacaq. Onlar haqqında da verilişlər olacaq və uğurlar arzu edirəm Elbəy müəllimə, can sağlığı arzu edirəm. Var olsun, yaşasın. Sizi yəni Kövrəldən nə olub? Yəni xahiş edirəm bu şeirinizə yəni belə izləyicilərimizə müəyyən məlumatı verərdiniz. Bizim elə həyatımız başdan ayağa, yəni kimdənsə belə incilik, yəni umursan, küsürsən, kimdənsə nəsə umursan və ona sən əldə edə bilmirsən. Hansısa diqqət gözləyirsən, hansısa bir dəyər gözləyirsən, amma ona, yəni o adamdan, o qarşı tərəfdən görmürsən.
Ümumiyyətlə təkcə mənə aid deyil bu. Ümumiyyətlə bütün insanlar belədir. Unutqanlıq bizim ümumiyyətlə xalqımızın canındadır. Bu birinci növbədə biz çox şeylər unutmuşuq tarixən. Tarixən biz yad qonşu düşmən dövlət bizə başımıza nələr gətirib, biz onların hamısını unutmuşuq. İndi burada mən özüm unudum məni deməkdə mən demirəm ki, təkcə məni unudun. Yəni burada insanlar unutqandılar. İnsanlar yaxşılığı unudurlar, insanlar onlara göstərilən diqqəti unudurlar, çox şeylər unudurlar da. Yəni unutqanlıq bizim qanımızda, canımızdadır. Amma istərdim ki, bu olmasın. Bu şeir həmən unutqanlığa etirazdır. Unutqanlıq elə bir virus kimi bizim canımızda yoluxub. Yoluxmuşuq biz həmən o unutqanlıqla. Xəstəlik kimi biz ona yoluxmuşuq. Ona görə də deyirəm ki, yəni Marsa da getsək, hansı planetə getsək, biz o unutqanlıq əgər virusuna yoluxmuşuqsa, bu unutqanlıq bizim canımızdan çıxmayacaq. Bu həmən şeir o münasibətlə yazılıb və etiraz kimi. Bu əlbəttə bu əsər böyük bir əsərdir. Mən bayaq dedim sözümü. Amma bir maraqlı bir Reyhan xanım, həm sizə, həm də bizim iştirakçılara bir söz demək istəyirəm. Hər biriniz siz ədəbiyyat adamısınız, hər biriniz yazarsınız, şeirləriniz var, əsərləriniz var. Deməli, bizim ədəbiyyatımız artıq 21-ci əsrdir. Yəni, Reyhan xanımın sözünə qüvvət olsun deyirəm. Hələ də unutqanlıq bizdə var. Hələ də biz yaxşıya qiymət verə bilmirik. Nəysə insanlarda hansısa səhvə axtarırıq. Bildik, bilmədik axtarırıq. Və onda belə çıxır ki, bizim bu günə qədər oxuduğumuz bədi ədəbiyyatlar, şeirlər niyə bizə təsir göstərmir? Müsbət mənada ki, biz artıq o yalana, o deməli unutqanlığa son qoyaq. Və niyə belə olmur? Nədir? Bunun günahı nədir? Bəlkə bizim əsərlərimizdədir, şairlərimizin, yazıçılarımızın yazdığı əsərdədir. Bəlkə bizim öz, nə bilim, daxilimizdədir o. Niyə belədir? Və niyə biz, məsələn, Sovet dönəmində belə bir şey vardı. Bədi əsəri oxuyurduq. Deyirlər, müsbət orada xüsusiyyətləri götür, mənfi xüsusiyyətləri, özündə olan xüsusiyyətləri at. Biz o qədər oxuduq, amma yenə o, bizdə olan o mənfi keyfiyyətlər hələ də bizim qəlbimizdədir, içərimizdədir. Niyə belədir? Bunun günahı kimdədir? Birinci növbədə ondadır ki, insanlar mütaliə eləmirlər. Artıq həmən əsəri, bizim dövrümüzdə oxulan kitablar indi artıq oxumur gənclər. Gənclər indi görürsünüz ki, hamısı elm-texnika dövrüdür, hamısı telefonda, nə bilim, başqa-başqa yəni, kompüterlərdə. Amma kitab, mütaliə yoxdur, yox dərəcəsindədir. Həm də ki, o müsbət cəhətləri götürmək, yaxud mənfi cəhətləri atmaq, bu fikirlərdən də uzaqdırlar. Mən həmişə deyirdim ki, görkəmli filosof şairimiz Nəsimi həmişə deyirdi ki, insan o qədər yüksələcək dərəcə, kamil insan dərəcəsinə çatacaq, yəni kamilləşəcək. Amma əslində zaman elə göstərdi ki, zaman gəldi, bu dövrə çıxdı və əslində cəhalət daha çox çoxaldı. Əksinə. Bəli, əksinə oldu. Yəni, kamil insan, Nəsiminin dediyi kamil insan olmadı, yaranmadı. Və nə vaxtsa yaranacaqmı, yaranmayacaqmı, bu da sual altındadır. Çox istərdik ki, əlbəttə insanlar cəhalətdən çox kamilliyə can atsınlar, özlərini mükəmməlləşdirsinlər. Yəni yaxşı şeylərdən ibrət götürsünlər. Belə bilmirəm nə dərəcədə olacaq gələcəkdə. Mən çox istərdim gənclərimiz yəni mütaliə eləsinlər, oxusunlar, şeir oxusunlar, hekayə oxusunlar, roman oxusunlar. Lap bizim dövrümüzdə, bizim gənclik dövrümüzdə olduğumuz kimi onu müzakirə eləsinlər. İnşallah, yəqin ki, gələcək dövrdə kamil insan arzusu həyata keçər. Əlbəttə ki, o gözəl fikirdir. Yəni, mən istəyərdim hər biriniz bu fikrə münasibət bildirəsiniz. Reyhan xanım böyük bir fikir söylədi. İndi mütaliə demək olar ki, çox zəifdir. Bədi əsərləri oxumurlar. Oxucu auditoriyası çox zəifdir. Məsələn, o günləri mən sosial şəbəkədə qulaq asdım, bir məşhur var. Deməli, o deyir ki, savadlı adamla savadsız adam arasında 10 il fərq var. Yəni, inkişafda. İndi o təxmini 10 ildir. Amma deməyim odur, Reyhan xanım düz vurğulayır. Elə hər biri təbii ki, o fikirdə olarsınız ki, insan savadlı olmalıdır. İnsan mütləq mütaliə eləməlidir, oxumalıdır. Bu lazımdır. Həyatda inkişaf üçün mütləq bu vacibdir. İndi isə Reyhan xanımın yaradıcılığı ilə bağlı danışmaq üçün sözü Natəvan xanıma və Agün xanıma veririk. Başda Elbəy müəllim olmaqla bütün yaradıcılıq xanımları salamlayıram. Hər bir kəsə uğurlar arzulayıram. Reyhan xanım uğurlarınız bol olsun. Yaradıcılığınız axarlı olsun. Mən bugün Reyhan xanımın liman şeirini demək istəyirəm. Yenə də limandayam, cəmlər düzüm-düzüm. Qarşılayan da özüm, yola salan da özüm. Bir sarı yaylığım var, yellənir səhər, axşam. Gedən gəmilər üçün
gələn cəmlər üçün. Burada qağayılar da səsli küylüdür biraz. Burada gözlər qayğılı, göylər biraz duyğulu. Bir dumandır bu liman, qəlbimə nə sədamam. Bu nə cumandır liman. Çox sağ olun, təşəkkürlər. Sağ olun, çox sağ olun. Agün xanım buyur. Onu da deyim ki, mən Agün xanım bağışda, onu da deyim ki, Agün xanım həm də rəssamlıq qabiliyyəti var. Yəni rəsm əsərləri var. O cümlədən şeirlər də var, nəsr əsərlər də var. Buyur Agün xanım, buyur fikri söylə. Mən bu layihə üçün Elbəy müəllim sizə təşəkkür edirəm. Yaxşı ki, bizim xanımları bir araya gətirmişsiniz. Tanıyırıq bir-birimizi, görürük, burada tanış oluruq. Mən Reyhan xanımın internetdə tanış olmuşam yaradıcılığı ilə. Çox rəngarəng doğrudan da əsərləri var. Gözəl fəlsəfi fikirləri var. Onun olur hər bir şeir görürsən ki, hardasa insana oxunur. Mənim onun əşyaları, obyektləri insanların yiyəsinə oxşatmağı doğrudan bu mənə çox tanışdır. Bu hisslər mənə də tanışdır. Soruşanda ki, bu kimindir, onun adını seçəndə onu o həmin adamın zilminə təsəvvür edirsən, sanki ona çevrilir. Doğrudan da bu mənə o qədər tanış gəldi ki, Reyhan xanıma bir anlıq qanım qaynadı və o şeirdə mən biraz oxumaq istəyirəm. Durub baxıram kəndə, əvvəl olduğu kimi. Hər şey durub yerində, elə durduğu kimi. Hər gün bu kəndə gəlib, küləklər də yoxlayır. Mənə elə gəlir ki, bu kənddə bütün evlər yiyəsinə oxşayır. Hər evin öz üzü var, çoxu mənə tanışdır. Atılan evlər də var, satılan evlər də var. Bəzi evlər ucalıb, bəzi evlər qocalıb. Bu şeir çox mənə xoşuma gəldi, Reyhan xanım. Çox gözəl bir şeirdir. Hissədəndə təbii ki, çox tam deyil. Çox sağ olun, təşəkkürlər. Qısa dedim ki, vaxta görə, amma bu şeiri mən həm bu evlərin halını sormuş, danışdı. Çox gözəl, yəni vaxta görə qısa deyirəm, amma çox xoşum gəldi o şeiri. Çox oxumuşam. Uğurlar arzulayıram daha da. Uğurlar, böyük yaradıcılıqlar arzulayıram Reyhan xanım sizə. Çox sağ olun Agün xanım, çox sağ olun, var olun. Allah hər birinizə can sağlığı versin, yaradıcı uğurları arzu edirəm. Və bir şey də sizin nəzərinizə çatdırıram ki, bizim layihənin əmələ gəlməsində Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı hörmətli Rafi müəllim mənəvi dəstəyi olub və bu gün də var. Əlbəttə bizim indi Cəlilabadda kitab təqdimatımızda da biz rayon rəhbərliyində adət üzrə idarə təşkilatlarında nümayəndələrindən dəvət edəcəyik və onlar bizim bu işimizə sevinirlər. Və biz də hər birimiz, yəni mən həm öz adımdan, həm sizin adınızdan rayon rəhbərliyinə və Cəlilabadda olan idarə təşkilat rəhbərlərinin hər birinə minnətdarlığımızı bildiririk. Biz də təşəkkür edirik. Biz tarixdir yazırıq. Gələcək nəsillərə bu tarixi ötürmək lazımdır. Ədəbiyyat həm də bilirsiniz də, yəni əsərdə tarixilik var. Yəni onu siz yazırsınız və gələcək nəsil onu oxuyanda bilir ki, filan tarixdə belə bir hadisələr olub, belə bir yazar şairlərimiz olub, yazıçılarımız olub. Əlbəttə hər birinizə uzun ömür arzu edirəm. Allahdan xeyirli, bərəkətli ömür arzu edirəm. Yəni siz cəmiyyətin elə dəyərli insanlarsınız, təbii ki, cəmiyyət üçün lazımlı adamlarsınız. Ona görə hesab edirəm ki, inşallah gələcək yaradıcılığınız da daha böyük olacaq və hər biriniz də öz əməyinizlə millətimizə, xalqımıza xidmət eləyəcək. Hər biriniz, fərqi yoxdur. Deməli, indi isə Reyhan xanımın yaradıcılığı barədə danışmaq üçün bizim ədəbiyyatımızın, çağdaş ədəbiyyatımızın nümayəndəsi, İtirdiklərim və Üşüyən Ruhum şeiri kitablarının müəllifi Hicran xanım Əhmədliyə söz verilir. Və Görəsən Dünyanın Anası Kimdir kitabının müəllifi Gülcahan xanıma söz verilir. Çox sağ olun Elbəy müəllim, mənə söz verdiyinizə görə sizə təşəkkür edirəm. İlk öncə mən gələn qonaqlara, rayonumuzdan təşrif buyuran ziyalılarımızı salamlayıram, xoş gəldin deyirəm və onların simasında demək olar ki, mən Reyhan xanımı da təbrik edirəm, ona uğurlar arzulayıram və Reyhan xanımla tanışlığa gələndə isə
tanışlığımız çox uzun müddətə bir gedib çıxmır. Elə bu ilin əvvəllərinə təsadüf edir. Təsadüf deyirəm, bəli, çünki elə ilk olaraq təsadüflə üzləşdi. Sonra isə mən araşdırdım, özüm araşdırdım bunu. Təşəbbüsü və ideyası mənə aid olan həmişə ədəb məclisi var idi. Sosial şəbəkələrin birində fəaliyyət göstərirdi. Oradan mən özüm ziyalılarımızla maraqlandım ki, bəs Cəlilabadda tanımadığım digər şairə xanımlar kimlərdir, mən tanımaq istəyirəm. Və orada adı çəkilənlər sırasında, o ədəbi məclisdə olmayanlardan adı çəkilənlər sırasında Reyhan xanım Kənanın, Sevil Gülnur xanımın, digər xanımların burada hamısının adı çəkildi və mən araşdırmağa başladım. Araşdırdım, yenə də sosial şəbəkə vasitəsilə, necə deyirlər, Türklər demiş, ulaşdım mən Reyhan xanıma. Reyhan xanımı tapdım, yaxından onunla tanış oldum. Düzdür, yaradıcılığı ilə yaxından tanış olmağa vaxt çatdırmasam da, vaxt məhdudiyyətindəndir bu. Üzr hesab edelim bunu. Və mən onunla yaxından tanış oldum. Hətta həmin Həməşər Ədəbi Məclisinə də dəvət etdim. Çox sağ olsun, dəvətimi qəbul etdi, orada iştirak etdi. Orada hər kəs demək olar ki, Reyhan xanımı orada görməkdən məmnun oldu, Sevil Gülnur xanımı orada görməkdən məmnun oldular. Və sonradan mən sizə Reyhan xanım Kənan haqqında məlumat verəndə Elbəy müəllim, sizə də mən burada təşəkkür edirəm ki, siz mənim təşəbbüsümü bəyəndiniz və qəbul etdiniz. Reyhan xanım Kənan haqqında verilişi mənim fikrimi alqışladınız. Buna görə də mən sizə təşəkkür edirəm. Çox sağ olun, var olun. Və istəyirəm ki, dəyərli Reyhan xanımın bayaq çıxışından bir təzada toxunmaq istəyirəm. Reyhan xanım dedi ki, cahillik dövrümüzdə daha çox inkişaf edib, nəinki kamillik. Əslində mən elə düşünmürəm. Mən düşünürəm ki, baxmayaraq ki, o dövrdə mən yaşamamışam, 19-cu əsrdə mən yaşamamışam, amma bizə gələn çatan məlumatlara, oxuduqlarımıza, bildiklərimizə əsaslanaraq mən belə bir fikirlər sürürəm ki, və dərk edərək bunu təbii ki, sürürəm ki, cahillik deməzdim, inkişaf edib, kamillik inkişaf etməyib. Bu günlərə texnikanın inkişaf etməsi, tibbin inkişaf etməsi, elmin inkişaf etməsi, ziyalılarımızın çoxalması, bədii ədəbiyyatda yazarların çoxalması, bunlar hamısı kamilliyin bir bariz nümunəsidir və eyni zamanda göstəricisidir. Razısınızmı mənə, ziyalılarımız? Mən belə düşünürəm. Və keçid etmək istəyirəm Reyhan xanım Kənanın burada çox gözəl bir duyğulu şeiri, baxmayaraq ki, sevgidən deyil, amma duyğu bu o demək deyil ki, sevgide olmalıdır. İnsan bir şeyi duyursa, hiss edirsə, bəzən qarışdırırlar, duyğulu şeirdə ancaq sevgi şeylərinə bunu aid edirlər, amma mən belə düşünmürəm. Bir şeyi işdən hiss edirsənsə, səni tutursa, duyursansa, bu şeir duyğuludur. Və bunu mən duyğulu şeir adlandırıram, tənha aktyor, sizlərin icazəsi ilə səsləndirmək istəyirəm. Güzgüdən boylanan, o özü deyil, həyatın başqa bir personajıdır. Səhnədə bəxtəvər, xoşbəxt görünər, kim bilir? Kim bilir həyatı necə acıdır? Yolunu gözlər, soyuq bataqlar. Qonaq gəlsə, qübarlar gələr. İndicə anaydı, ataydı, amma evində üstünə divarlar gələr. Gözündə gülüşü, qəlbində ağrını, heç hıçqırığı da sustura bilməz. Hamının gözündə gizlər özünü. Başqa bir həyatı göstərə bilər. Saçları ağarar, üzü qırışar, alışar, ocaq tək, o asta yanar. Həyat girdabında qaynaya bilməz. Bütün telləri oyanar, diyor, təkcə öz ömrünü. Bütün taleyləri. Sağ ol, Çox sağ ol. sağ ol. Bütün taleyləri oynaya bilir. Təşəkkür edirəm. Deməli, mən bir məsələni Çox sağ ol. Təşəkkür. demək istəyirəm.
Reyhan xanım öz şeirin deyir, indi hamımız sosial şəbəkədən görürük. Təbii ki, özünə məxsus, gözəl deyir. Amma Hicran xanım tamam ayrı cür. Yəni belə bir oxuculara özlərin istətdirməyi bacarırlar, sevdirməyi bacarırlar. Həmən şeiri Reyhan xanım da deyir, Hicran xanım da. Hərəsinin öz demək, yəni xüsusiyyəti var. O oxucuya məsələn mənə xoş gəldi, açıq deyim. Yəni Reyhan xanımın da səsini dinləmişəm. Hicran xanımın da dinləyirəm də sosial şəbəkədə mən mətbuat nümayəndəsiyəm, hamımızı dinləyirəm bütün əsərlərinizi. Məsələn mənə xoş gəldi ki, məsələn o əsəri Reyhan xanım bu cür deyir, sevdirir əsəri oxucularına. Hicran xanım bu cür deyir. İndi hər birinizdə özünün şeir demək qabiliyyətiniz var təbii ki. Yəni bu gözəl bir xüsusiyyətdir. Şeiri yaşadan qiraət. Yaşadan bəli, qiraət də onu demək lazımdır. Gözəl, çox gözəl. Hər bizi təbrik edirəm. Təşəkkür. Gülcan xanım buyur sözü deyir. Fikrini bildir. Reyhan xanımı təbrik edirəm. Əvvəla bu layihəyə bizi dəvət etdiyinizə görə sizə təşəkkür edirəm. Bu tanışlığa görə yenə də sizə təşəkkür edirəm. Reyhan xanımla mən də Facebookda tanış oldum. Şeirlərini dinlədim. Çox gözəl şeirlər var. Məsələn, misal gətirə bilərəm. Çoban yastığı şeiri. Olduqca gözəldir. Bizim kətdə yaşayırıq. Biz o çiçəyi çox görmüşük. Özümüz də o cür yol olmuşuq. Ona görə o şeir çox gözəl şeiridir. Ən öndəsi, bugün burada dediyimiz o Küskün ev şeiri. Bu vaxtilə mən də bir Yurd Yeri adlı şeir yazmışam. Onu kitaba salmamışam, qalıb arxivdə. Amma indi sizin o fikirləriniz mənə deyəsən apardı ki, o şeiri oradan çıxardım, orada qalmasın. Çox gözəl yazmışsınız. Həmin siz o şeiri deyə mənə o şeir gəldi. Evimiz yadıma düşdü. Mən də belə bir şeir yazmışdım. Bəli. Ona görə siz bu şeiri mən deyirəm çox böyük əsərdir. Çox gözəl yazmışsınız. Çox gözəldir. Sizə bu yolda uğurlar arzulayıram. Arzu edirəm ki, bundan da gözəl şeirlər yazasınız, əsərləriniz olsun. İnşallah olacaq da. Mən də burada da indi iki bənd şeir yazırsınız. Bu da yəni mənə toxundu. İcazə versəniz onu oxuyardım. Həyat bir sel kimi axıb gedir hey. Aparır uzağa cavanlığımı. Təkcə gözəlliyim dəcəlli gedir. Dəyir daş divara, axıra gəlmir. Məni qanqal bilir xəyallarım da. Can qorxusundan yaxına gəlmir. Nişançı, nişan al düz ürəyimi. Onsuz da sevgim oxuna gəlmir. Sevginin oxuna gəlmir. Sevginin oxuna gəlmir. Çox sağ ol. Çox gözəl. Çox sağ ol. Çox sağ olun. Mən bir şeydə öyrəndim, bir məsələni görsən, siz hər biriniz Reyhan xanımın şeirlərindən deyəndə Reyhan xanım sanki o şeirləri özü də bilir. Güzel şeirlər. Yəni onu bilir. Bu da yəni nadir insanlarda olur, açıq deyim. İndi yəni mən çox gözəl bir yaxşı bir haldır. Dəyərli izləyicilərimiz, verilişimizin bu zamanında yenə biz Reyhan xanım öz yaradıcılığından izləyicilərimiz üçün şeirindən birini söyləyəcək. Buyurun Reyhan xanım. Çox sağ olun. Şeirinizdən birini deyin. Çiçək adı veriblər dünyaya gələn zaman. Güya gözəl olmuşam, yanağından qan daman. Amma düşünməyiblər çiçək ömrü az olar. Çəmənlərdə bitsə də, sonra əllərdə solar. Sevinərək adıma ürəyim aldanırmış. Güya ki mənim adım şipşirin bal dadırmış. Çiçək-çiçək yaşadım, çiçək-çiçək böyüdüm. Çiçəyinə çevrildim həyətdəki söyüdün. Qulaqda sırğa etdim anamın hər öydün. Çiçəklə dolu olan donlarım harda qalıb? O çiçək uşaqlığım hansı baharda qalıb? İndi ötən illərin quruca bir səsiyəm. Çiçək nədir ay Allah? Mən dərd süpürgəsiyəm. Allah, uğurlar olsun. Çox gözəl, çox gözəl. Yenə deyirəm, Reyhan xanımın yaradıcılığında yəni üstün cəhətin biri odur ki, əsərləri lakonikdir, qısadır, amma məna böyükdür. Yəni bilirsiniz indi bəzən oxucularımız iri həcmləri əsərləri biraz çətin oxuyurlar, az oxuyurlar. Yəni yorucu deyil də. Əsər özdə zəngindir, böyük mənası var, böyük ədası var. Ona görə oxucu bu yaxşı bir haldır. Uğurlar olsun sizə.
İndi isə Reyhan xanımın yaradıcılıqla bağlı danışmaq üçün söz verilir Gülşən xanıma. Bizim dəyərli ziyalımızdır. Əlbəttə Cəllabad yazar qadınlarının ağbirçəyi də ağsaqqaldır. Müəyyən səbəblərdən Solmaz xanım iştirak eləmədi. Əvvəlki tədbirlərimizə iştirak edib. Yəqin ki, inşallah kitab təqdimatımızda o da iştirak edəcək. Buyurun Gülşən xanım. Salam hər birinizi ürək dolu salamlarla salamlayıram. Bugün bizim Şairə xanımız, Cəllabadımızın yazarı Reyhan xanımın işığına yığışmışıq, yaradıcılığının işığına yığışmışıq. Reyhan xanıma yaradıcılıq uğurları arzulayıram. Onun gözəl şeirləri ilə tanış oluruq. Şeirlərinin gözəl mənaları var. Bu layihəni təşkil etdiyinə görə İbrahim müəllimə təşəkkür edirəm. Nə yaxşı ki varmışsınız, nə yaxşı ki Cəllabadımızın belə gözəl xanımları var, yazar xanımları. Hər birinizlə tanış olmaq çox gözəldir. Çox gözəl layihədir bu layihəmizdə. İnşallah uğurlu olsun, davamlı olsun Allahın izni ilə. Reyhan xanımın yazdığı şeirlərdən mənə ən yaxın olan Duz kimi şeiridir. Duz yükü. Oğul çəpər olar düşmən yoluna, gözəllik misalı qız olar yenə. Şəkəri nə qədər versə də insan, hər şeyə dad verə duz olar yenə. Qız yükü, duz yükü deyib atalar, bu yükün altında yaşadı anam. Dörd duz yükünü gör neçə illər, o cılız çiynində daşıdı anam. O təkcə daşıdı bu ağır yükü. Bu gecə ömürdü, adı olmadı. Çiynində duz yükü daşısa da o, ömrünün duz qədər dadı olmadı. Ömrünün duz qədər dadı olmadı. Təbrik edirəm Reyhan xanım. Təbrik edirik. Yaradıcılığınız davamlı olsun. Allah sizi qorusun. Yaxşı varmışsınız. Mən bu tanışlığa çox şadam. İndi isə ədəbiyyatımızda bilirsiniz də tənqid vacibdir, tənqid lazımdır. Yəni mən bugün ədəbiyyatımızda, müasir ədəbiyyatımızda hər birinizin tanıdığınız Sevil xanım daha çox filolog kimi, tənqidçi kimi bizim yadımızdadır, yaddaşımızdadır. Düzü o şeirlər də var, təhlil əsərlər də var. Amma bugün yenə deyirəm, hər biriniz üçün Sevil xanımın yaradıcılığı lazımdır, faydalıdır. Çünki tənqid olmalıdır, ədəbi tənqid olmalıdır. Ədəbi tənqid olmasa ədəbiyyatın inkişafı çox çətin olar. Onun üçün də bu günləri bizim verilişimizdə iştirak edir. Sevil xanım dəvət eləmişik. Sağ olsun da dəvətimizi qəbul edib, gəlib. İndi Reyhan xanımın yaradıcı ilə bağlı Sevil xanımın fikirlərini bilmək bizim üçün də, izləyicimiz üçün də çox maraqlıdır. Buyurun Sevil xanım, fikirlərinizi söyləyin. İlk öncə hər birinizi salamlayıram. Hər birinizə çıxdığımız bu yolda uğurlar diləyirəm. Və çox xoş oldu ki, bu verilişdə yeni simalarla tanış oldum. Yeni yaradıcılıqlar, yeni simalar həqiqətən mənim özüm üçün də maraqlı oldu. Biz bugün Reyhan xanım yaradıcılığının işığına yığışmışıq. Və Reyhan yaradıcılığına diqqət etdikdə, Reyhan yaradıcılığında nəsr də var, nəzm də var, məzmun müxtəlifliyi var, janr müxtəlifliyi var, məna ağırlığı, dolğunluğu özünü göstərir. Yazar adamın elə bir xarakteri, xüsusiyyəti, yəqin ki, mənlə razılaşarsınız, onun yazı tərzində də elə bir özünü sübut edir. O xarakterindəki ağırlıq yazılarında da görürük ki, poetik bədii ifadələrində də diqqəti çəkir. Mən vaxtınızı alıb çox danışmayacağım. Hər birimiz Reyhan
Kənan qələminə bələdik və Reyhan Kənan qələmini alqışlayırıq. Bir də bir şeyi xanımlar vurğuladı, dedi, bəli, Reyhan xanım yaradıcılığında yaşantı, müşahidə, yəni müşahidə edib və ona düzgün, dürüst dəyər vermək, onu bədi təsvir vasitələri ilə, ifadə vasitələri ilə əks etdirmək bu, yaradıcı adamdan böyük məharət tələb edir və oxucusunu belə həyəcanlandırır, diqqətini çəkir. Mən istərdim Sirdaşım Dəniz adlı şeirini oxuyum. Özüm o qədər dənizə bağlıyam. Biraz ruhum yorulanda, yorğunlaşanda mən qaçıram dənizlə dərdləşirəm. Burada da mənə toxunubsan. Sirdaşım dəniz, sənə sevgimi dedim, sirrimə qucaq açdım. Belə lal dinməz, mən dedim, qulaq astım. Sükut çöktü araya, heç birimiz dinmədi. Amma sənlə bərabər sənə dediyim sirri kimsə yenə dinlədi. Bəlkə də o dinləyən sirlərimə ac imiş. Sən demə, hər bir balıq bir sir dağarcığıymış. Məndən başqa kimin üçün sənsən sehirli bir ev? Dəniz, məni balam bil, balığınla birgə sev. Sirlə dolu dənizin balığı da çox bilər. Dalğalarsa dənizdən bütün izləri silər. Səndə olan sirlərin milyon yaşı var. Hər oğuz suyundasa bir damcı göz yaşı var. İnsana yox, dənizə sirrimi söyləmişəm. Bir kimsəyə deməz ki, sirrimi bilən anam. Amma nədənsə yenə ürəyimdə şübhə var. Çünki sirrimi bilən balıqdan nigaranam. Çox maraqlı, duygusal şiirdir. Sonra o müşahidələrin bəyaqları nəzərinizə çatdırdım və elə bu verilişin əvvəlində Reyhan xanıma şeiri göstərdim. Dedi ki, hə, institutun həyətində bir kirpi görmüşdüm. Onu gördüm və bəli, bu şeiri qələmə aldım. Ali təhsilli kirpi. Ali məktəb bağında balaca bir kirpi var. Gizlənərək hamıdan kolun içində yaşar. Çox mehriban görünür, demirəm ha söz üçün. Kimsələr olmayanda çıxıb gəzir özü üçün. Hər gün eşitdiyi səs elə zəngin səsidir. Deyəsən bizim kirpi məktəb tələbəsidir. Orada yaşamağı da əvəz yerə deyil ki, diplomu kimdən alsın ali təhsilli kirpi. Yəni bu şeiri oxumaqda da məqsədim odur ki, Reyhan xanım qələmi təkcə gəncləri, yaşlıları deyil, eləcə də uşaq şeirlərinə də üz tutmuşdur. Ona görə də alqışlayırıq, bir daha sizə uğurlar diləyirik. Və bu verilişə görə, bu layihəyə görə sonda Elbəy müəllimə öz təşəkkürümüzü bildiririk ki, bu xanımlarla bizi əyanı tanış etdi. Bu yolda hamımıza uğurlar olsun əzizlərim. Çox sağ olun Sevil xanım. Biz də sizə minnətdarlığımızı bildiririk və yenə deyirəm, təkrar edirəm, sizin biliyinizə, savadınıza hər zaman yazar xanımların, şairlərin, yazıçıların ehtiyacı var. Və sizdən mən də xahiş edirəm, həmişə belə diqqətli olun. Yəni, bu yazar insanlara qayğı göstərin, onların əsərini təhlil edin. Ola bilər, sizin təhlilinizdən kimisə xoşu da gəlməyə bilər. Ola bilər, nəysə narazı da ola bilərlər. Ola bilər, razı da ola bilərlər. Amma fərq eləmir. O təhlil təhlildir. Təhlil olunmalı. Mən tənqidin özündə də vallahi qərəzli heç vaxt olmuram. Şeirin məzmunundan çıxış edərək orada məzmundan tərbiyəvi nəticəyə gətirmək, hansı nəinki müsbət əxlaqi keyfiyyətli oxucuya çatdırmaq, o özü də elə bir yazan müəllifin, yazarın özünə bir stimul olur, motivasiya olur. Sevil Gülnuru heç mən bilmirdim Cəlilabaddandır, amma mən onun Ayrılıq Günəşin şeir diqqətimi çəkdi. Bir neçə nəfər olub, təsadüfən
Vallahi bilməmişəm. O bilməmişəm demək mənim özüm üçün də ağır gəlir, çətin gəlir. Özümü qınayıram ki, necə olub ki, mən bu qədər yerli məsələ yazarları, xanımları tanımamışam. Amma görsən qələmləri diqqətimi çəkir. Əlbəttə elə olur. Yox, yəqin ki, indi söhbət bu yazar xanımlar da... Əsərlərinə təhlil yazıram, onu özüm üçün bir qürur buyuram, təxarət bilirəm. Əlbəttə. Yazar xanımlar da, yəni lap belə olsun, bəylər də belə şeydən inciməzlər. Çünki onlar bilir ki, bugün onun yaradığına diqqət varsa, onlar ona sevinərlər. Amma mən bir dənə işdə, yəni bir məsələndə şahid oldum. Bu tədbirimizdə, bu verilişdə sizin hər biriniz elə bil ki, Reyhan xanımın yaradığından tanış olanda olduqca elə bil öz həyatınızı Reyhan xanım sanki qələmə alır. Tapdınız özünüzü. Bu da böyük bir tapıntıdır. Yaradıcı uğurlar arzu edirəm. Reyhan xanım rəngarəngli idi. Yox, çox böyük yaradıcılığı var, zəngin yaradıcılığı var. İndi o tənqid işinə yenə deyirəm, indi Sevil xanım və başqa tənqidçilər baxır. Amma mən bir neçə əsərini oxudum, yenə deyirəm, mən orada ancaq sevindim. Çünki əsər həm ahənginə görə, həm məzmununa görə, həm axıcılığına görə əsərdə mən durub onu tənqidi nöqteyi nəzərdən bir söz deyə bilmirəm. Aydındır, amma əlbəttə indi mən görürəm Reyhan xanım da savadlı xanımdır, o da istəyər ki, kimsə burada nəsə desin, fikir mübadiləsi olsun. Hətta bir şeirin, mən bayaq dediyim şeirində bir misra var idi. Reyhan xanıma telefonla dedim, dedi, mən ona razılaşdım ki, bu adam düz deyir. Yəni bunu yazıb da, bu şeirin müəllifidir. Gördüm düz deyir, dedim lap gözəl. Çünki bu şeiri mən əzbər öyrənəcəm, bütün yenə deyəm yaradıcılıq zəngindir. Mən bir daha vurğulamaq istəyirəm ki, hesab edirəm ki, indi verişimiz artıq sona yaxınlaşır. İndi kimin ürək sözü varsa, əlbəttə Reyhan xanım başda olmaqla öz fikirlərinizi deyərsiniz. Amma mənim çox sevinirəm, çox şadam. Yəni bizim Cəllabadımızda belə yazar xanımlar var. Vallahi bir tarixdir. Bir tarixdir biz yazırıq. Bu yəqin ki, inşallah gələcəkdə davamlı olacaq. Bizim layihə ilə bağlı sonuncu verişimizdir. Artıq kitabımız hazırdır. Amma mən hər ay bir dəfə burada ITV1 kanalında belə veriş aparacam. Təbii ki, yazar insanları, şairləri, istəyir xanımlar olsun, istəyir yəni bəylər olsun, dəvət olunacaq. Siz də onların içində olacaqsınız. Amma orada tərkib yəni 3 nəfər, 4 nəfər, 5 nəfər olacaq. Çünki bilirsiniz, çox olanda tərkib biraz rejissor üçün çətinlik yaradır. Amma işlərimiz olacaq, davamlı olacaq. Mən yenə deyirəm, bizim bu layihəyə görə hər birinizə minnətdarlığımı bildirirəm. Mənə göstərdiyiniz mənəvi dəstəyə görə hər birinizə çox sağ olun deyirəm. Və olacaq. Elə layihələr var, mən indi onu əvvəlcədən demirəm, amma zaman gələcək, inşallah deyəcəm, hesab edirəm, sizin də fikrinizi, yəni mən də əlbəttə öyrənəcəm. Sizin fikrinizə, özünüz də şahidsiniz ki, sizin fikrinizə həmişə hörmətlə yanaşmışam, hörmət elədim. Çünki insan heç vaxt qarşısındakı adamı zəif bilməməlidir. Əgər zəif bilirsə, deməli o adam aciz adamdır, savadsızdır. Qarşındakı adamı tam dinləməlisən, onun fikirlərini hörmət eləməlisən. Mən söz verirəm bu günləri, yəni sizin hər birinizin fikrinizi həmişə dinləyəcəm, həmişə sizə dəstək olacam, yəni nə imkanım var, əlbəttə, həmişə sizin yaradıcılığınızı oxuyacam və yenə deyirəm, bütün işlərinizdə özümün diqqət və qayğımı əsirgəməyəcəm. Mən hər birinizi təbrik edirəm bu işlərə görə, bu layihəmizə görə və hesab edirəm ki, inşallah işlərimiz davamlı olacaq və bizi istəyənlər də çoxdur, açıq deyim, yəni çoxdur. Mən eşidənlər, bilənlər hamısı bizim işlərimizi alqışlayır. İndi mən çalışacağam kitablardan kitabxanalara, məktəblərə, mərkəzi kitabxanalara, idarə müəssisələrə təqdim edeyim. Onlar daha yaxşından tanısın sizi, daha yaxşı tanısınlar. Əlbəttə ki, bu da bizim işimizin yəni, uğurlu nəticəsi olacaqdır. İndi hər biriniz, təbii ki, Reyhan xanım özü ilk sözü tədbirimiz haqqında fikrini söyləsin. Hər biriniz söyləyin fikrinizi. O ilə də verişimiz təbii ki, sona çatır. Və Kəmalə xanım bizim dəyərli jurnalistimizdir, həm də bilirsiniz. Və o bir neçə adamdan da verişimiz haqqında müsahibə götürəcək. Demişəm ona.
özü onu bilir. Buyur Reyhan xanım, fikri bildir. Fikri de bizim için İlk maraqlı. növbədə sizə və Cəlilabad rayon İcra Hakimiyyəti İcra Hakimiyyətinə öz minnətdarlığımı bildirirəm bu təşəbbüsü dəstəklədiyinə görə. Və təbii ki, bu yəqin ki, sizi özünüz dediyiniz kimi davamı olacaq, həmişə yəni yaşayacaq. İnşallah Azərbaycanda və yaxud Cəlilabadın yazar xanımları, yazar insanları yəqin ki, öz dəyərli qiymətini tapacaqlar bu veriliş sayəsində. Minnətdaram sizə, təşəkkür edirəm. İnşallah gələn dəfə başqa qadınlar bu verilişin qonağı olar. Öz yazıları ilə tanınarlar, sevilərlər. Və bu bizim Cəlilabadımızın fəxridir. Minnətdaram hər birinizə. Son olaraq bir şeir də oxuyum. Buyur, buyur. Bir köhnə şəkil var. Baxıram yenə. Zamanı dondurub özü özündə. Heç kimə. Heç nəyə baxmır oradakı. Şəkildən baxanın gözü gözümdə. Həsrətə, kədərə tanışdır biraz. Tumurcuq sevgidən təzə güc alır. Mənim gözlərimdə solan çiçəklər onun gözlərində yeni cücərir. Tutub əllərimdən çəkib aparır. Məni görüşdürür balaca mənlə. İlahi, bu yaşda uşaqlaşmışam. Yürüb qaçıram yenə çəmənlə. Unudub özümü, baxaram ona. Baxaram həsrətlə, mən heyran. Əfsus, bir-birinə bənzəmədilər. Buradakı Reyhanla, oradakı Reyhan. Bu köhnə şəkildən baxan özüməm. Gözüm hey dolanır gözümdən ötürü. İtərək zamanın döngələrində o qədər uzaqda qalmışam. Allah, hərdən darıxıram özümdən ötürü. Buyurun. Çox sağ olun, minnətdarım. Əziz izləyicilərimiz, bununla da ITV1 kanalında həqiqətlə üzrə verilişinin bugünkü Reyhan xanımın yaradıcının həsr olmuş verilişi sona çatdı. Sağ olun, var olun. Allah hər birinizi qorusun. Hər birinizə yaradıcılıqlar arzu edirik.